İstanbul Universiteti, İstanbul Tibb Fakültəsi Qadın Xəstəlikləri və Doğum Fundamental Elm Sahəsi müəllim Prof. Dr. Faruk Buyru, qripin erkən doğum riskini artıra biləcəyini yazaraq, həm ananamizədi həm də doğulacaq körpəsini qorumaq baxımından qrip peyvəndinin təklif oluna biləcəyini ifadə etdi. Buyru, yazılı şərhində, hamilələrin, havaların soyuması və bağlı mühitlərdə olmalarının artması ilə qrip və üst tənəffüs yolu infeksiyaları ilə daha sıx qarşılaşdığını qeyd etdi. Hamilələrin, immunitetlə əlaqədar problemləri ola bildiyi üçün infeksiyaya daha asan tutula bildiyinə işarə edən Buyru, bunun həm ananı həm də körpəsini mənfi təsirə biləcək bir vəziyyət meydana gətirdiyini bildirdi. Prof. Dr. Buyru, ananamizədlərinin qripdən qorunmasının çox əhəmiyyətli olduğuna diqqəti çəkərək, belə davam etdi. Məqsəd belə bir xəstəliyin ortaya çıxmasını maneət öyrətmək, ananın müqavimətini artıraraq xəstəliklərə tutulma sıxlığını azaltmaq, xəstəlik ortaya çıxdığında da lazımlı tədbirlər alınaraq, bir an əvvəl hamilənin yaxşılaşması və bunu ən az ziyanla sovuşdurması təmin edilməlidir. Edilməsi lazım olan ən əhəmiyyətli şey, uzun müddət bağlı mühitlərdə olmamaq, otağı havalandırmaqdır. Bədən müqavimətini artırıcı C vitaminindən zəngin meyvələrlə bəslənmək və yuxu saatlarına diqqət yetirməkdə qoruyucu tədbirlər arasında, qrip ortaya çıxdıqdan sonra alınacaq tədbirlərə bağlı olaraq da Buyru, bu məlumatları verdi. Qrip ortaya çıxdıqdan sonra da ümumi tədbirlər olaraq atəş salıcı, parasetamol qrupu dərmanlayar və vitaminlər, burun spreyi istifadə edilə bilər. Yüksək atəş yoxsa, inciklik, burun axması, boğazda quruluq, yanma ilə seyr edirsə bir həkimə ehtiyac yox. Bu vəziyyətdə hamilə yenə də həkimini axtarıb lazımlı tədbirləri al götürməsini təmin edə bilər. Atəş 38 dərəcənin üstünə çıxarsa həkim tövsiyəsi ilə antibiotik istifadə edilə bilər. İnfeksiya müddətində körpənin inkişafında dayanma ola bilər. Prof. Dr. Faruk Buyru, uzun sürən yüksək atəş və infeksiyanın ananı olduğu qədər körpəyinə də mənfi təsir etdiyini vurğuladı. İnfeksiya müddəti boyunca körpənin inkişafında dayanma, yavaşlama ola bilər. Erkən doğum riski arta bilər ifadələrini istifadə edən Faruk Buyru, qısa müddətdə və öz-özünə keçməyən bir infeksiya söz mövzusu isə doktor həkim dəstəyinə ehtiyac ola biləcəyini ifadə etdi. Buyru, qrip peyvəndinin, canlı virus peyvəndi olmadığı üçün hamiləlikdə hər dövrdə rahatlıqla tətbiq oluna biləcəyinin vurğulayaraq, şərhində bu ifadələrə yer verdi. Həm ananamizədi həm də doğulacaq körpəsini qorumaq baxımından qrip peyvəndi təkliflə bilər. Bunu bilirik ki, anaya ediləcək qrip peyvəndi doğumdan sonra körpəsini də ilk 6 ay boyunca qrip xəstəliyindən qoruyacaq. Meydana gələcək anticisimlər körpəsini də müsbət təsir edib, yeni doğan dövrdə infeksiya meydana gəlmə sıxlığını azaldacaq. Peyvəndi yerində yüngül qizartılar, allergik reaksiyalar, yüngül üst tənəffüs yolu infeksiyasını kimi ötürülə biləcək yan təsirlərə sahib ola bilər, amma bunlar heç bir zaman ciddi yan təsir edə bilməz. Onun üçün hamilələr oktyabr-noyabr aylarında qrip peyvəndi etdirə bilər.